Mərkəzin yaradılmasında əsas məqsəd Muxtar Respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun təşkilidir. Mərkəz 6 şöbədən ibarət fəaliyyətini aparacaqdır. Bura stomatoloji şöbə, ortodontiya şöbəsi, ortopediya şöbəsi, uşaq stomatoloji şöbəsi, radioloji şöbəsi və cərrahi şöbəsindən ibarət olacaqdır. Burada əsas 2 şöbə demək olar ki, bundan öncə az inkişaf eləmiş sahələrdən olduğuna görə dövlətimizin diqqətində saxlanılmış və ilkin olaraq bu şöbələrdə radioloji şöbəsində sefalometrik rentgen ilkin olaraq Naxçıvanda yerləşdiriləcəkdir. Əlillər üçün nəzərdə tutulan alicana kabinə fəaliyyət göstərəcəkdir ki, buna da yerləşdiriləcək olan xüsusi stomatoloji kreslo vasitəsilə əlil arabasından yenmədən birbaşa əlillərə həkim tərəfindən stomatoloji xidmət aparıla biləcəkdir. Ümumilikdə 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək. Ümumi sahəsi 1500 kvadrat metr olan mərkəzdə həm struktur möhkəmlik, həm də texniki təhlükəsizlik tələblərinə tam əməl olunmuşdur. Tikinti işləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən təsdiq edilmiş layihələr əsasında mərhələli şəkildə və texniki nəzarətlə aparılır. Normativ uyğunluq hər mərhələdə ciddi şəkildə təmin olunur. Artıq binanın söküntü, ağrıkəsmə hörgü işləri və alçı-üzləmə işləri tamamlanıb. Hazırda elektrik, su kanalizasiya, havalandırma xətləri çəkilir və yanğın siqnalizasiya sistemləri quraşdırılır. Eyni zamanda daxili və xarici tamamlama işləri və təmir işləri də sistemli şəkildə icra olunur. Təmir-tikinti işləri davam edən mərkəzin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub. Həsən Məmmədov, Təxminə Babayeva, Rahib Babayev, NTV Xəbər.